Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Bakü stüdyolarından seslendiğimiz Azerbaycan'dan Haberler programında yine birlikteyiz. Ben Özlem. Mən də Ali. Hər birinizi salamlayıram. Bakıdan Türkiyədəki bütün qardaş bacılarımıza sevgi və salamlarımızı çatdırırıq. Bizden de sevgiler Ali. 14 Mayıs Perşembe sabahında yine dop doluyuz. Gündem sıcak. O yüzden hemen başlayalım diyorum. Türkiye'yi de yakından ilgilendiren bir haberle başlayalım mı? Əlbəttə Özləm. Elə ilk xəbərimiz bu barədədir. Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə Ermənistanla sərhəddə birbaşa ticarətə başlamaq üçün bütün hazırlıq işləri tamamlanıb. Bildiyin kimi, iki ölkə arasında normallaşma prosesi çərçivəsində bu çox önəmli bir addımdır. Sərhəddəki Marqara körpüsünün təmiri və gömrük infrastrukturunun qurulması başa çatıb. Harika bir haber bu. Margara Köprüsü değil mi? Yıllardır kapalı olan o tarihi köprü. Peki bu hazırlık tamamlandı ifadesi ne demek tam olarak? Yani yarın hemen turlar geçmeye başlayacak mı? Hələ ki dəqiq bir tarix verilməyib Özləm. Açıqlamada hazırlıqların tamamlandığı deyilir. Bu o deməkdir ki, texniki və infrastruktur baxımından heç bir əngəl qalmayıb. Artıq siyasi iradənin son qərarı gözlənilir. Yəqin ki, yaxın zamanda ticarətin başlaması ilə bağlı rəsmi bir elan da gələcəkdir. Bu, həm də Cənubi Qafqazda yeni bir ticarət dövrünün başlanğıcı ola bilər. Anladım. Aslında bu normalleşme sürecinin en somut adımlarından biri olacak. Azerbaycan'da bu habere tepkiler nasıl oldu peki? Azərbaycan tərəfi prosesi yaxından izləyir. Bildiyin kimi, biz bu normallaşmanı hər zaman dəstəkləmişik. Rəsmi Bakı bu addımı regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən müsbət bir gəlişmə kimi qiymətləndirir. Əsas odur ki, bu proses Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində davam etsin. Elbette. Bu en önemli nokta. Bu güzel haberden sonra maalesef biraz da üzücü bir gündem maddesine geçelim. Yine sınır hattından ama bu kez canımızı sıkan bir haber var sanırım. Bəli, təəssüf ki. Müdafiə Nazirliyinin yaydığı məlumata görə mayın 11-də Kəlbəcər rayonu ərazisində iki hərbçimiz minaya düşüb. Hər iki hərbçimiz də xəsarət alıb və dərhal təxliyə edilərək tibb müəssisəsinə yerləşdiriliblər. Həyatları üçün təhlükənin olmadığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır. Çok geçmiş olsun. Askerlerimize acil şifalar diliyoruz. Ali, bu mayın meselesi ne yazık ki bir türlü bitmiyor. Oradaki minasızlaştırma yani mayın temizleme çalışmaları ne durumda? Hala bu kadar çok mayın olması çok korkutucu. Çox doğru deyirsən Özləm. İşğaldan azad edilən ərazilərdə ən böyük problem budur. Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini tam olaraq təqdim etməyib. Bu da təmizləmə işlərini çətinləşdirir və ləngidir. ANAMA, yəni Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi və digər qurumlar gecə-gündüz çalışır. Ancaq ərazinin genişliyi və minaların sıxlığı işi çox riskli edir. Bu hadisə də göstərir ki, təhlükə hələ də tam sovuşmayıb. Anlıyorum. Allah yardımcıları olsun. Gündemin bir diğer dikkat çeken maddesi de sanırım basın özgürlüğüyle ilgili. Bir gazetecinin gözaltında şiddete maruz kaldığı iddiaları var. Bu konuda neler biliyoruz? Bəli, bu xəbər Azadlıq Radiosu tərəfindən yayılıb. Toplum TV işi üzrə həbs edilən jurnalistlərdən biri Fərid İsmailov istintaq təcridxanasında döyüldüyünü iddia edir. Vəkilinin bildirdiyinə görə İsmailov təzyiqlərə məruz qalıb və bu barədə Ombudsman aparatına və Baş Prokurorluğa müraciət edilib. Penitensiar xidmət isə iddiaları təkzib edərək jurnalistin özünə xəsarət yetirdiyini bildirib. Durum biraz karmaşık o zaman. İki farklı açıklama var. Peki bu Toplum TV olayı neydi tam olarak? Dinleyicilerimiz için kısaca özetleyebilir misin? Toplum TV müstəqil bir internet televiziyasıdır. Bir neçə ay öncə qaçaq malçılıq iddiası ilə telekanalın ofisində aşkarlığı aparılıb və bir çox əməkdaşı həbs olundu. Beynəlxalq media qurumları bu həbsləri tənqid edirlər və bunu söz özgürlüyünə qarşı bir addım kimi qiymətləndirirlər. Fərid İsmailov da həmin iş üzrə həbsdə olan jurnalistlərdən biridir. Hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Anladım. Takip edilmesi gereken önemli bir konu. Biraz da iyi haberlere, ekonomiye bakalım mı? Bəli Özləm. Trend Agentliyinin xəbərinə görə bu ilin ilk 4 ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində ciddi artım qeydə alınıb. Ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən %35 artıb. Bu, xüsusilə Türkiyə və İranla ticarət əlaqələrinin güclənməsi ilə bağlıdır.
%35 çok ciddi bir artış. Nahçıvan'ın o izole coğrafi konumunu düşününce bu daha da önemli hale geliyor. Zengezur koridorunun açılmasıyla ilgili beklentiler de bu ticareti şimdiden hareketlendirmiş olabilir. Tam olarak hem o beklentiler hem de son dövrlerde Nahçıvan'da hayata geçirilen iktisadi islahatlar, bürokratiyanın azaldılması ve yeni lojistik imkanlarının yaradılması bu artımda büyük rol oynuyor. Zengezur dəhlizinin açılması ise Nahçıvan'ı sadece bir ticaret nöqtəsi yok, bütün region için strateji bir qovşaq haline getirecekti. Ekonomi demişken petrol fiyatları da yüzleri güldürüyor sanırım. Bəli, neft yenidən bahalaşır. Dünya bazarlarında Brent markalı neftin bir barelinin qiyməti $83 ötüb. Bu əlbəttə ki, Azərbaycan kimi neft ixrac edən ölkələr üçün müsbət xəbərdir. Dövlət büdcəsinə gəlirlərin artması deməkdir. Bakü'nün kendi içinden bir haberle devam edelim mi? Sosyal medyada çok konuşulan bir köprü meselesi varmış galiba. Köroğlu Köprüsü. Bəli, Özlem. Bakının ən işlək nöqtələrindən birində Köroğlu metro stansiyasının yaxınlığında avtomobil körpüsünün qəzalı vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə video görüntülər yayıldı. Görüntülərdə körpünün dayaqlarında çatlar olduğu iddia edilirdi. Bu da təbii ki, şəhər sakinlərində narahatlıq yaratdı. Ah Ali, bu köprü meseleleri, altyapı sorunları her yerde aynı galiba. İstanbul'da da benzer tartışmalar hiç bitmez. Peki yetkililer ne diyor? Gerçekten tehlikeli bir durum var mı? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal açıqlama verdi. Bildirdilər ki, körpüyə baxış keçirilib və aşkar olunan çatların körpünün dayağıcı konstruksiyasına aid olmadığı, sadəcə üzlükdə və dekorativ elementlərdə yarandığı müəyyən edilib. Yəni, hərəkət üçün heç bir təhlükə yoxdur. Ancaq yenə də qısa zamanda təmir işlərinin aparılacağı bildirildi. Neyse ki tehlikeli bir durum yokmuş, sevindim. Programımızın sonuna yaklaşırken biraz da spor ve kültür diyelim mi? Mütləq. Dünən futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirildi və qalib komanda mükafatlandırıldı. Gərgin keçən oyunda Qarabağ klubu Zirəni məğlub edərək Kubokun sahibi oldu. Bu münasibətlə Qarabağı təbrik edirik. Bir də Azərbaycanın dinlər arası dialoq təşəbbüsü Viyanada keçirilən beynəlxalq bir platformada dəstəklənib. Bu da ölkəmizin toleranslıq və multikulturalizm ənənələrinin beynəlxalq aləmdə təqdir olunduğunu göstərir. Hem sporda hem diplomaside güzel haberler. Harika. Ağzına sağlık Ali. Yine dolu dolu bir gündemi geride bıraktık sayende. Sənin də ürəyinə sağlıq Özlem. Gündəmi birlikdə dəyərləndirmək hər zaman xoşdur. O zaman bugünlük de bizden bu kadar diyelim. Azerbaycan ve bölge gündemindeki tüm sıcak gelişmelerle yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Sağlıqla qalın. Fason Radyo